Xoş gördük, dəyərli izləyicilər. Ölkədə və dünyada baş verən ən son xəbərlərdən anındaca xəbərdar olmaq üçün Günlük Xəbərlər YouTube kanalımıza abunə olun və bildirişləri açmağı unutmayın. Avqustun 21-də Azərbaycanda hava şəraitinin dəyişkən və bəzi rayonlarda yağışlı keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə temperatur 22-25 dərəcə isti, gündüz isə 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz isə 45-55% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın qısa müddətli leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimal olunur. Yağıntılar gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Rayonlarda havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 13-18 dərəcə, gündüz isə 20-25 dərəcə isti təşkil edəcək. Günlük Xəbərlər YouTube kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.